Aygün yayında ayın 10-undan sonra Azərbaycanda olmayacağını, çıxıb gedəcəyini bildirir. Yayında Ozanı niyə müdafiə etdiyini və Ceyran ana niyə Ozanı sevmədiyini müzakirə edirlər. Və daha nələr danışırlar, videonu izləyək. Kanala abunə olub videonu bəyənməyi unutmayın. Əli yaxşı işləməsə də ağzı babat işləyir. Biber de var. Ön alimle elimi. Ne? Gedib bahalı biber aldı mənə. Mən getmək istəmirəm. Hara? Oya. Asıq şey danışma Zeynep bir danışanda. Bir ciddi ol. Demir. Bunu nə qədər? Bura daxil. Buna köklü yaraşır. Bəli. Tənhada nə istədin, nə hədiyyəsi sürdün ki? Hədiyyə də. Deyirsə batacam, sağ olsun. Yox, o mənə çox hədiyyə atıb. Mən onun yerinə sənə birini atacam, gələ. Sən daha bir şey Mən də dedim ki, yox. Ayağına xoş gəldin də. Yox, o yerinə atacam. O mənə nə qədər hədiyyə atıb, sağ olsun. Allah Çıxarmışdım. O deyir ki, mən dedim ki, ona siz səsi bağlamışdınız. Dedim, onun ehtiyacı yoxdur Ozan müəllimin. Afırlamışsa bax Ozan. Yox, attım. Sən yürü attım. O qızla mən üzbəyiz görüşəcəm. Qısqanma balam. Bildim bacı, narahat olma. Burada işlərim yoluna düşsün, görüşək, yoxsa mən də xırdalandıyam. Ayın 10'una kimi görüşə bilərik. Ondan sonra Azərbaycanda olmayacağım. Ondan sonra hara İtaliyaya isə? O məndə qalsın da şəxsidir. Oo. İnşallah. Görsən nə yazıb, sən istədin qonağım olar. Ne yazıb, başa düşmədim, yazsın. Qonaqlığın məndə deyir, hə? Hayır. Bacı qonaqlıq verəsən, açam. İnsan o nətərdi, o şarkılar. Dənizdir, göy. Dəniz demir, dəniz deyəndə dəniz söhbətin bağı. Mən nə halim? Danışacağım dəniz deyir. Sabrımız bekliyoruz. Aynı birbirine aldı, bundan almıştı. Zihni bitmişti. Bir salamladı. Ayhan bax Halidə xanım, necəsin, nə var, nə yox? Bir salamladı, desən salam vermədi, bir üzrə say. Ceyran, məlbisən nə deyir? Nə deyir? Deyir ki, oğlanlarla oynama. Dünən deyirdi. Bir dedim, mən sənə nə dedim? Mən sənə nə deyirəm, canlıda demə. Deyirəm ki, deyir, Ozana niyə deyirsən ki, deyir. Deyirəm, bəs canlıda demə. Mənə şikayət et. Allah haqqı. Sənə ant verirəm, Allah yenə dedi. Bu nə tərəfdir? Onların yanında bax, bəyaqları. Deyir, nə deyirəm, Aygün canlı. Sosna. Deyir, nə deyirəm, Enarə deyir, canlıda açıb deyir. Deyir, neylə, mən deyir, elə deməm. Deyir, mən dedim ki, deyir, deymədin az. Odur. Şor gözdə dedi. O hərfi ilə də bir Yenə dedi şor gözü. Yox, sorgözü sən deyibsən. Mən hacan dedim, o deyib, cümlələrini təkrar edirəm. Bir şor Hə, göz. tənha. Mənə baxı, qulaq as. Sözləri aldın, Sən Allah yenə elə deyib bu. O hərfi ilə də bir dənə cümlə var, onu da deyib. Gəlin uğraşdı, Ceyrana bax. Uğraş. Oradan verdim. Mənə baxı, qulaq. Yox, Heç kəs deyəməz. İndiyənə qədər heç kəs deyə bilməz ki, Ozan mənə qarşı səbir hərəkət edəyim. Heç çox. İndiyənə qədər. Gedər mən. Mən yenə deyirəm, həmişə deyirəm, indi də deyirəm. Hansı bir insan varsa qalsın, misafirə desin ki, Ozan mənə belə eləmsən. Mən əvvəl sizi pisləyirdim, xoşum gəlmirdi. Azıq gəldi. Hindi getirdin amma deyir, bir yoldaş olasan bir də sənə baxdım, izlədim. Məndən niyə acıq olacaq? Bax, tutaq ki, tanımırdı, o düzdür. Məsələn, tanımayanda niyə acıq olacaq? Səbəb nədir? Bax, indi... Düzün danışıram. Deyirəm ki,
xoşum gəlmirdi. Aparıcıyam. Səbəbi nə idi xoşunuz gəlmirdi? Aqressiv danışırdı. Yox. Danışırdı. Bax, bu Elə var. bilirdim ki, kobud danışır, amma yox, o kobud danışır. Bax, Elnarə xanım. Bir də gözəl. Ömür boyu bax gör nə deyirəm. İndi ola bilər də hərdən əsəbləşərəm o başqa. Mən heç vaxtı bir ildir bu TikTokdayam. Mən heç vaxtı nə söz söyləməmişəm, nə də ki kiməsə qarşı aqressiv olmamışam. Ancaq o burada hərdən biraz əsəbləşib edirəm. Belə bir şey baş verə bax. Bax deyirsən aqressiv, mən nə vaxt aqressiv olmuşam? Cipsi ilə bunu yedik. Axırda bu cipsi ilə mayonez yox. Hə. Mən 7 ildir TikTokdayam. Tənha stajım böyüdü qadası. Şeydir. Hə, dedi ki, açıq dedim. Dedi, uğraşdı, üzr istəyirəm. Şov gözdür. Hamı da deyir ki, Elə oğlandır. onun eləniyini harda görüb o. Dedim, mən nə bilim. Yoxdur, indi qulaq as, qulaq as. İndi bax bir dəqiqə Ceyran. Deyirəm Ceyrana sual verərdin ki, Amma harda bir görəcək? də- Yaxşı. İşidir, qadındır, kişi ilə qadının uğunu uyğun olmalıdır. Düzdür. Bax deyirəm bir dəfə təbii söhbət açıldı deyəcəm. Mənim başıma partlayacaq. Deyirəm toydan gələndə Ozanın Türkün məsəl maşından biləndə qucaq gəlmişdi. Ozan sənə nəsə elədi orada. May Allah, bəlkə onda nəsə olub. Yox, Ozanın qucağında başqa da oturur. Haqqı yəni problem olar. Hə, deyir. Yaxşı. Yox, basa-bas düşün maşın. Sən də böyründəydin də, arvadın yaxşıdır indi. Allah, məni öldürdün, Allah. Yazıq, adım çıxınca canımsız. Allah bir il yaxındır. Ozan mənim, yaxşı ki varsınız ki sözünüzə gedir. Sən də belə denə. Bir il mənlə peyk eləyir. O bilir ki, mən oğlan kimiyəm də. Hamısını var yoxunu düzəlmiş oraya. Mən bilsən nə deyirəm? Mən bilsən, mən qohum əqrəblərim var ha. Niyə mənə deyirlər ki, biz səninlə fəxr, bilsən niyə? Yaxşı ki varam ki, bizim yaxşı söhbətim gedir. Yerində sözün dedinsə, dedim. Demizə artıq ikinci o adama deməyə yeri yoxdur. Yox. Tənha Ozan müəllim özünə hörmətini inanırsan. Ceyran ancaq İzzət sülh heç nə demir. Ancaq səni qaralayıb. Nəsə qaranlıq. İndi mən sən yaxşı Aygün deyirsən ki, Ozan mən sənin tərəfi belə saxlayan bir insanam, düzdür? Sən o sual verə bilmirsən ki, Ozan indi nə qədər kimə nə edeyim? Yox, sual ver də, yaxşı. Demirsən? Qoşulsaydı ki, şey piçatlayardıq. Qoşulmur da. Yatıb. Hə. Yəni indiyənə qədər ümumiyyətlə o heç vaxt deyə. Haydi. Gəl bunu gəl həmməsə gəldi bundan alaq qəşəngiyək. Mən ümumiyyətlə kimsə ilə danışaramsa zarafat edirəm, zarafat mənasında danışıram. Ümumiyyətlə kiməsə qarşı yenə deyirəm, bax kimsə bax indiyənə qədər bu vaxta qədər kimsə desin ki, Ozan mənə qarşı başqa bir hərəkət edib. Qalsın desin. Nədirsin? Əgər gücdən aşağı öz payına kişi deyil. Mən qırmızı xuşdum, onu verib ağladım soğanla. Sən də Ceyran, səni sabahlarım kələyə keçəcəm də ya. Ceylan bilmir nə istəyirsən. Deyən ki, İzzəti niyə qaralamırsan? ATV-dəki Salih var İzzət var. İzzət bütün gün içib yatır çəkdi. İzzət yada düşür. Ona deyən yoxdur, valla. Deyir ki buna, qıza deyir ki, şeydir, mən elə demədim ki, orada söz yazıları şəklin altında. Direktə. Direktdə yox. Direktədir. Hə, yazıları sözlər. Orada deyir yazılar filan şeylər. O da götürüb bu sözləri cümləni mənə üçün deyir ki, belədir. Mən onu deyim, ona baxıb dedim. Doğrusundan dedim, bəs sən deyirsən. Aşağı dedi qulaq asır. Yalanla. O yatan diyor, həyasızdır. Qorxmursa, qırmızıdırsa çıxsın desin ki, mən elə çözməm. Zehra xal, sən direktə yazırsan deyirəm. Ceyran xala, əgər eləsə qalx yuxarı de sözü mən də cavabı verəcəm. Yəni, Yox, deyir, mən demirəm ki, direktdə yazıblar. Ozan müəllim pisdir, Agün pisdir, Məmməd Ağa pisdir. Özündə saxladı, nə deyirsən də? Onu yazanı yalansa. Nə deyim sən? Kimsə şeyi qalıb sizdən. Mənə bax, mənə üzümə sözün deyəməyən insanlar gəlib deyim, arxada çox şey yazırlar. Nə yaza bilər? Yaxşı, sual biz səbəb göstərsin. Kimin sözü var? Səbəb göstərkirən ki, çıxsın desin ki, tutaq ki da, ümumiyyətlə, bir adam çıxsın deyir ki, hə, o zaman mənə qarşı bu eləyib, ya səs yazıb, ya və yaxud nə isə. Təqqir eləmir, zəhmət olmasa, təqqir eləmir, Ceyran utanmır. Utanır, deyir, utanmır ki.
Yox, utanmır. O barədə utanmır. Cəmaatı şərəfdir ki, belə deyilər. Sonra o zaman belə kimsə yox. Yox, görüb hərəkətini. İzzət üçün niyə deyir? İndi o zaman mən bir görsəzəm. O zaman mən buna baxıram. Qaymağı tökdüm. 2 dənə cipsiyə. Çox zəifsən, iyi. Buna bax. Nə salat düzəldirsiniz xanım? Yox, yox, yox. 2 dənə cipsini layısı qatdım. Qaymağı. Süz. Nə sözüm? Ay gün hərdən gəlirsən ha, darxıram mən evlə. Aynı onunla çimin yanında özünü bilsən. Allah haqqı darxıram mən. Ürəyə bakteriyalar. Uzağa gitmək istəmirəm. Daş başım Məryəm bir şey girmişdi, şir bana. Hələ gəlib oturum, ay Məryəm! Az nədir? Gəl bundan verim sənə, ay. Dinlə qəşək baxarım. Yox, mən cipsimi qutarma. Onu gəlib durub durub, derim getib sənə. Hə? Vallahi Ceylan dediği şeyi boyuna koymaq olmur. Deyir, Yo, mən- bir dəfə fırlayıb tutacam. Sənin köz bir yerdə. Bunun obyektinə gitmişik. Bilməm, Şüşəli daxı şüşə. Hə, bir dənə Agin oradan istədi. Yadıma gəl. Pəncərə ağırdı şüşəli qapısı. Getdi, az beylədi, lang. Az kəlləsi döyərdi. Biraz sifət eləyir bizə. Biz də toya restoran danışmağa gelmişdik. Gəldik ki, çörək yeyək. nə işləyir o zaman? Obyektləri var da, Azərbaycan yaşamı. Nə? Dönər yeri, şirniyyat evi, restoran, hər şey. Tabi onu müəllim düşür də. Adı müəllim düşür. Qızın dinlə keçək qızı deyir, müəllim düşür ona. Obyektin gəlsidirsə. Direktor, hə. Hə, adım mənim qardaşım o da ha, restoranın adını satıldı, Eşən müəllim deyirlər. Amma ona müəllim deyir, bilməm. Amma ali. Müdürünə deyir. Deməli o qapı necə üşüyüdüsə bilinmirdi. Ceyran necə Qapı lom belədir ya. Mən olaydım, gülərdim. Yemək yiyib, dava da saldı, getdi. Yalan. Siz nə üçün dava düşdü orada? Cavan nədə? İçəridə də müştərilər var idi. Müştəri mədi bunlar hardan gəlib? Dedim, hadi dava düşdü buradan deyək. Özünü göstərdi. Hər yer gedib salonda dava salırdı. Mən qızdan yanaq bana bilmirdim ki, biabır edirdi adamı. Əsələ demə. Mən onu çox istəyirəm, təqqir eləməyim. Qırıb gedərəm ha. Mən izləyirəm onunla işim yox, mənim həkimimdir. Sən həkimlik edirəm mən. Çox işləmə. Nə yazın? Gülməlidir Ozan bəy. Yaşlı adamdır, həm də xəstədir. Hə də, hə? Biz də xəstəyik, valla sağolun. Rabiyə Hava xanım. bilmirik ki, biz nə Hə fərq bax, Rabiyə xanım bir dənə söz deyim. Heç Ceyranı üzbəyiz görməmsən. Gəl sən bomba qızsan da o müdafiə edirsən. Gör nə yazıb Ozan müəllim qız. Nə yazıb, düz deyirsən? Yox. Görüm Gəl oxuyub. bizə de. Ay sağ ol. Direktə yazarsan bacı qurba. Sabah gələm Mən canlaçaq. Aygünü heç kimə buraxmıram. Mən Aygünü heç kimə etibar eləmirəm. Sabah gələm canlaçaq. Utanmasın afə. Hamuzu Ceyran susuz apar. Afta qalır da. Konum atarsan bacı gələrəm. Bacıya nə düşərsən? Kim hafta qalır? Deyir qız. Bacı yazarsan bacıya direktə yaz indi. Qız, telefon emir. Tənha qız. Ya. Mən xəyanəti bağışlamıram. Yaxşı, ha. mən ürəyim istəyir, pişirim. Zarafat etsən, doğrudan deyirsən bacı. Mən də gələcəm onda. Ya, qızım. Mən də gedəcəm. Mən də gələcəm. Külfət gedin, külfət. Külfət. Tənha qız gəleyim. Aparacam. Aparacam, yeri aradım. Heç zarafat eləmirəm, ciddidir. Vallahi niyə zarafat edim ki? İndi direktə bir dənə çıxsan nömrəni yaz, sonra qayıt. Sən Yo, də gəl. öyrəli, o zaman sən də gəl. Yo, mən qələt edirəm, mən gələnmərəm. Niyə? Az məni deyil. Ozal deyir. Xanım, Ozanı deyirsən, mən deyirsən. Hə, yox. Ozal yazıb. O da mən niyə getmirsiniz? Qorxuz. Azma söz çıxarır, ona görə deyirəm. Ayağı bizə qız satdaqlar. Niyə? Səni... Nə? Sənə kirayə vermək nə? Xanım, Üçünüz də gəlin deyir. hə, sağ ol. Azı bir nə yazmışsın, kirayə... Ne yaxşı qızdır. Mən tərəfdən adına söz çıxmaz. Ayalı. Yo, Allaha dursun mənim gözüm qorxub da. Sən ondan onu sən şey eləmə də. Tənha. Ozan, sənin adını bir ay qoyacam. Dəniz Ozanı. Sən tərazadın. Sən tərazadın. Sənin yeri qoysam elə qoyaram adımı.
Ozan Dəniz. Ne kadar adlandı Ozan Bax, Dəniz. toyuq kartuşka qızardarsan bacı, deyən yeməyi deyirəm. Mən heç nə yemək istəmirəm. Bir də mən pendir çörəsi yox. Ya, mən Salam olsun, salam. aldı. Hə, bir şey verəm. Hə, все, daha bəsdir bu qədər. Hələ ki bu qədər. Çox rasxod eləməyək. Ya deyirəm ki, elə olsun ki, ikinci dəfə də çağırsın. Aha, elə o. Mən yeməkləri saysam hamısını eləyəcəksən mənim üçün. Bax elə yazırsan ki, Azı gəl dediyimə peşman olsun demə. Azı dua gedəsən orada. Ozan Təbrizə Kimin adını yazmayın burada. Monsu, ay Monsu, qadası. Necə o söhbət bağlandı, bağlandı deyəndə, yəni ümumiyyətlə mən bir şeyə geri qayıdış adam deyiləm. Mənim sözüm bir dəfə olur. Bazı qurban, valla. Mən elə də yeyən deyiləm. Xoşladığım aşdır, karışqa Sən yeri basam toyuqdur. elə demə. Deyinə sor çörək qoy. Neyse buradan işləyəcək. Ya ürəkli qızsan bala. Allah ürəyinə görə versin bacı. Mən görmüş adamı, görməyənlərə qismət olsun. Mən görə gəlirəm. Soğuksun. Monsu, sağ ol qardaşım, başqa dönərəm sən. Yo, qardaşım. Söhbət Səfər müəllim, ümumiyyətlə xoş gəldiniz. mən şeylər söhbət bir dəfə oldu, çıxdı, getdi. Adam var, çürüyücü də aparır o söhbətləri bilə-bilə özünə görə ki, öz xeyrinə görə. Mən ümumiyyətlə şeylər xoşlamıram. Bilməyəm çağırın. Ozan özünə görə hörmət edən insandır. Allah. Sağ ol qardaşım. Qulluğun deyəm. Olsun. Sən haqız, bacı qurban, yaz görüm. Siz inanırsınız tənha qıza ki, qonaq çağırır. Ürəyli qız o. Yo, mən sənə bir söz deyim, o ürəkli qızı çağırır. Yalan mı? Mən tanımıram dedim. Bak tanımayacağım ki ürəyli qızı. Deyir Yox, ki, niyə? Tək o yox. vallah gəlin, sənin ürəyivə quzu kəsilməz. Sənin özün padruqalığa deyirsən. Padruqalığa. Nəyə görə mənim yalanla aram yoxdur. Hacı qızım, Salamat, hacı. Direktə yaz. Aslıcı qurban. Hələ sən canlıdasan. Nə olur? Bak qurban oldu. Kərəm, kəlmədir. Onda yeməklər desəm, hansını desəm, pişirəcəksən? Hə, indi yaz bir dənə. Bakılı yaz çox sağ ol, Bakılı. Öpürəm səni, Bakılı. Ozan müəllim, mən onda istədiyim yeməklər desəm, hamısını edəcək bu. Onda TikTok atacağım, göstərəcəm də onsuz da elə. Sən də 3 dənə de də, çox demə. Yox, o deyir problem deyil də, bu problem deyil. O da yəqin Azərbaycan yarısı ondur da yəqin ki. O deyil. Kələmdə olması xoş deyirəm. Onun əti yaxşı olsun, Hə, deyir. Sizinki kimi yox, içinə düyü yığımsan, olsan Allahın içində ət var, ancaq düyüdür, düz barmaq boyda. Yox, düyü az vururam, əti çox. Mən bişirəm, mətbəxdə yapsam, mənə görə maraq olur. Şəbnəmdə kimdə axıl oxunu. Qoy yeməklərimi sayım, Yox, sabah yol gedirəm. Plov. Elə bu da 2 dənə yemək, Bir dənə də plov pişirərsən, üstündə qarafçı. Ay Allah, necə ürəyimdən oxudu, Allah haqqı. Deyirəm, falçı inanmırsınız. Kim? O bilir ki, mən aş. O deyir, pulu Aş üstündə qara. Sonra. Pişirirəm onu da. Ay Allah deyir, pişirirəm onu da. Ay yemək nə olur? Ay Allah, bizə yox, bir sən necədir? Hə, nədir? Yeməyə görə deyim, az yeməyin içindəyəm mən. Belə birinci dəfədir belə izləyici görürəm ki. Yalnız gözlə desəm, mən pişirməmişəm səni. Onu demirəm, az bu tam Mən izləyici deyirəm. sən evin yayısı, ev adamısan. Sən tam başqa da, sən bacı. Qulaq as. İzləyicilər var ki, həm məni çox istəyir, həm məni dəvət edir, həm də sadaladığım yeməkləri deyir problemdir. Hə, iyi Allah köməklər olsun. Sabah çəkiliş olacaq orada TikTok canlı. Özə Coca-Cola mütləq ala. Bax, Coca-Cola olmasın, Hara yemək qalır. gedirsən bizimlə kola. Qulaq as mənə, sığı salma gedə bilər. Salamat olsun, salamat. Bana məsləhət görsən, ucuz eləsinlər. Aparıram səni. Saçını mən eləyərəm. Utlatka, hava feni Penim var. var. Yox, Hava. penim yox. Hə, daraqlı penim var. Hava, Hava nədir? hava feni.
Yox, ondan yoxdur. Alimin darıxdı. Yox, sən düşməyəsən. Bax, yeməkləri sadalayaq indi. Ha, nə idi? Kələm dolması. Kələm dolması. Sonra nə idi? Kartoşkanın şey, Karşuka Toyuq. toyuğun hə filəsini xoşlayıram. Karşuka toyuq yeyənlər kimi. Yeyəcəm, qalanı da aparacam ha. Toyda olur. Mənə də paxla bişirəsən, paxla. Baxla nədir? Paxla da lobiya. Aşqaranı mən mal əti ilə yemirəm də, qurbandır. Kobay nədir? Lobiya. Lobiya, hə. Deyirəm, apararam, deyir qurbandır. Az bu qızın ürəyinə quzu kəsim az. Mən direktə yaz nömrəni, sonra təzdən qayıt gəl. Hədiyyə dedim, dedi sabah blokdan çıxsın hədiyyələr. Sabah gələrəm, siz də atarsan hədiyyələri. sabahdan ünvanı. Nömrə atacaq, konum atacaq, gedəcəm də. Mən də aparacam. Həqiqi. Alimə deyim. Mən yeni qayıtılacaqsan bura. Valla sizdə bəzi adamlar var lobiya paxla deyir, paxlaya lobiya deyir. Lobiyada Allah haqqı mən xala deyim ki, dünənlərə boşalt. Bütün lobiya, mənim yoldaşım azal lobiya yeyir. Göy lobiya yoxdur. Deyir ki, valla məndə bir tikə varsa bölməyi sevirəm. Allah ruzumu bol Allah eləsin əvəzini bacı. versin. Tək ki, bəzi insanların ürəyi sənin ürəyin kimi olsun. Valla o yeməkdə yox, insan bizə necə sevgi, qayğı görəndə adamı xoş təsir edir. 15 gün yanında qaldım da, ancaq ağlayırdım, ancaq hər gün ağlayırdım. Dəyməz. Ya da bağla ayrı şeydir Ozal. Ozal deyil, Ozan müəllimdir. Ozal yazıb. Hələ də mən o vaxtda Ozal nədir? Ozal. Damla Uzan deyir, bu Ozal deyir, nə bilim mən. Damla ilə danışır bu. Yəqin ki, o şeydir, tənha. O zaman mən Damla ilə danışsan. Ha, niyə danışmır? Yəqin ki, Mən də danışıram. yəqin ki, tənha Yem diyor. izləmirsən də, mən arxa dayaq yox, kömək yox, dəstək yox. Mən özüm üçün də başa düşürsən, o qədər şər böhtan atıldı. İndiyənə kimi elədi ha. Gələrəm üzbəyikdə danışacağıq onsuzdur. Əkbər. Hə, sənin işin gücün yoxdur. Yaxşı, sənin işin gücün yoxdur, sən bütün gün məzciysən burada. Ozan müəllimi sonra tanıdım, tənha mənim səhifəmə gəlirsən, sonra ki, eybi yoxdur, get, Ozan müəllimdir, İzzətdir, Səbişdir, bunların canlısında ol, ancaq başqa canlılara getmə, bacı, heç kimə hədiyyə atma. Nə görsən? O Səbiş var ha. Yo, o gedib orada görsəm, tənha o Səbişdir, Bəbişdir. Orada görsəm çatacam bloka. Yox, indi mən WhatsApp-da indi yağlayacam onu. 2 dənə istəyə atıram 2 dəfə. Qəbul eləmə, qudurub, eybi yoxdur. Bizim sayəmizdə tanınmış oldum. Allah köməyin olsun, nə deyirəm ki? O nə quluğudur? Ha, günü izləyirsən, izlə də günü. Bütün günü avara-avara sözlər yazsan bura. Əkbər, oğlansan, qızsan, işinə məşğul ol da. Mən ay gündən başqa canlıya girmirəm ki. Cahan sən. Yaxşı eləyəsən, tənha qız. Ancaq Ozan mənim də gözəl Ozanla insandır. Aygünə gir. Yox, canlılarına gir. Allah bunu güzel bəsin. Yürü razıdır. Bacı, niyə yatmamısan? Bacı, mən həyatda bir sənəyəm. Belə danışıram. Deyən. Yeməyin başını bıraxaq indi, deyən. Bacı, mənə nə hədiyyə salatsan, deyən. Hədiyyə istəyirsən. Var, yox, nələr tənha, sən batasan bu bloka. Oy, Allah. Ozan xoşuna gəldi. Yemin. Git yazıqlardı. Çiriyim. Tənha indi qaçacaq Ozan müəllim. Qaçan qız oxşamır. Ananın xoşu gəldi kəldən. Mən hədiyyə xoşlayıram. Güldən başqa. Mən Ətirrəz. sakit dur da. Mən xoşladığımı deyəcəm. Nə bildin ürəyimə? Qaçım, niyə qaçım deyir. Mənə bacı... Öz yaxşı, o qədər əlin ağırdı. Allah ki, görünür. Mənə masaj edirsən, ha, yadından sən. Görmüsən, rəxtdir o şərif. Qollarım birazdan. nazikdir. Bacı deyim hədiyyə nə xoşlayıram. Ancaq mən gəlinə kimi al qoy evə. Sən tezdən bizə konmaz ki, biz tapa bilərik ki, oranı. Yazacaq da direktə. Deyir, ətir xoşlayıram, başqa heç nə. Bir dənə yox, ha. Yox, 2 nəfər gedəcək. Sən yox. Sən riyaziyyat müəllimi, qaqa, riyaziyyat müəllimi qardaşım. Yox, Zərəfətin, Aygül xanımı mən Sən alması değil mənə? olaram da. Haçın? İçimə qoydum.
harda bahalı şeyler var. Mən yandım. Özə qoyub ayrı oğlan da savaşsan. Git mənim yerimə girirsən. Yenə nə elədin sən? Yox, fərqi yoxdur bacı. Ətir olsun, qramla yox. Yekə qablarda qram istəmir. Sənə su sökümü töksün. Sıx. Məryəm. Tamam, tamam. Məryəm. Görsən o zaman mən nə deyirəm, tamam. Halaldır bu qız. Bu qız nə bilim, mən bunu bəlkə nə bilim deyə bilmirəm. Mənə bax, İranın yarısı oldu, İranın. Elə bil ki, siz elə bil ki, qohumsuz, tanışsız, elə bir sözlərdir, şeylər uyğun gəlir. Nə deyir, baş üstə oldu. Nə yazıb, Oldu, dayan. bəli. Ağıl. Niyə başa düşmürəm? Gəl bura mən sənə ağılı başa salım deyəm. Bəlkə deyir oğlandı. Ay Allah. O mənim canlıma müsafirə qoşulub da görmüsünüz. Oğlan deyil, o zaman mənim dalaşar. Yox, nə olmur? Sənə var, qadın qız sənə var. Yazıq qız elədilər oğlanı, çox oldu ya. Beynimi xarab eləmək nə yazığı? Tamam, bu insan neyiliyim? Öldürüm də bu insanı mən. Hamd olsun Allaha, günün canlısı, sizi mən tapalım. O qaldı yuxarı, heç olmasa bir dənə öskürsün, düşsün aşağı. Bir dənə bacı səsi çıxart, eşitsinlər ki, sən qızsan. Evdə bəlkə danışa bilmir, bu vaxtı ola bilər. Qoşuldu. Bir dənə alvo deyəm, hepsi yox. Hamı deyir oğlandı. Bacı. Salam, axşamınız xeyir. Necəsiz? Sağ olasın, necəsiz? Yaxşı olasınız. İndi gördünüz oğlandı qızı. Dəhşətdirlər. Yox, gecələr telefondan qulaq asır. Telefonun səs qoyur. Hə. Son teşekkür. Ozan sağ ol. Ozan mənim arada gəl mən də gülmürlükdən, ürəkdən. Atma deyir. Qoy atsın bacı. O sən atsın, sən də mənə problem nedir? At deyir. Atın, yazıq deyir. Atın. Ozan mənim bir... Kim atır bunu? Qız atır Ozan. Yatsın da dəldi. Bu nə deməkdir? Bu onu atır, bu onu atır. Yox, o zaman mənim qız atır. Niyə? O düşürdün bacı sən aşağı. Da bildilər ki, qızsan. Aslan yalvarıcı, bu atın kömək olur. Onun düşür. Vallahi kim zaten canım çəkmirdi. Mənim həyatımda çox razıyam. Allah özü, nə bilim, Allah həmişə mənim yanımdadır. Kimə yazmır? Gecə saat 3-də kimə yazmır? İndi 3'te yox. Yer nə oxuyum, kimi oxuyum? Başa düşmədim, çıxıb bura danışa bilərsən müsafirdə. Çıx görüm nə deyirsən, bu yazıları başa düşmürəm.
Niyə qardaşım? Ay Batıya. Bilmirəm xanımsan, bəysən. Niyə görə deyirsən qardaş? Səbəb nədir? Kızım hazır olsun yine misin? Olmur. O burada səhifəmdə var. Ay kızım. Ben geri takipten çıkartmışım. Memnuniyete bu moderasyon sıkmaya kim biliyor orada? Ya girmirəm ki, kesin de bozan dedi, çık 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 orada ne yiyorsun? O vaxtdan beri girmir. Kiro oynayır. Mən də söydüm səni. Dedim o heç vaxt elə şey eləməz. Acun elə yaşa. Biraz mən səni başa düşmədim. Çıx misafirə de gör. Hoş gəlibsən, safa gəlibsən, həmişə sən Az gələrsən. eşitdim mənə gəlsin ha. Hoş gəlibsən. Ha yox. Ay yok hiç orada pantolonlar giy. Deyirsən ha yox, hərbiçi idi o. Yani? Ha ne Yaxşı insan oxşayır ha. Maşında oturmuş. Tam bir yaxşı otur. Dairem plan oldu da Dayə nədir? 5 tane üstünü sürtürdü. Ha. Hasan gəlsin. Hasan elçi gəlirlər. Babanın uşaqları travmalıyam. Evli olur. Tamam güzel. Uşaq. Hadi qal. Haralda işə bax. Ya oturamaz mı? Haralda işi nədir? Yok sabır bastı. Haralda. Ne işin? Hansı rayondandır? Sabır bak. Ay bilir. Oy bu. Ay. Sabra bak. Az bilmirsən cındır. Bilmirsən cındır oralıdır. Aha ama cındır olabilmez ki. Gördün o vardı dedi. Ay. O da oralıdır. Ay xanım. Aycun xanım. Hayatını sakla. Aycun xanım. Meşe saklas istiyor. Hamısını aid eləmə də. 2-3 nədir? Bir daha söyleyeyim. Ben dedim ki, o Bir daha oralıdır. söyleyeyim. Kim nedir? Meşe çakalsız değil. O adam diyebilmez ki o da hələdir. Bəli. Meşe çakalsız değil. Sen o millet onu diyende biri cındırırsa biri o gün cındırır. Yavaş oğlum. Gecəniz xeyrə, hələlik özünüzə müayət olun. Yani. O Yaxşı. o bile demeyin. Dedim o da o məsələ. Onun qabağında sözü deməli değildi. O kimdi? O Aslancı. O herkes o pis idi hamı pis değil ki. Yok normal. Yani o olmaz ki insan kimsenin. bir tane göster. Qorxuram, mən gözüm qorxur. Çok düz o tərəfdə hamı hərbə çək. Ben Hamı deyir, Sabirabaddan canı tutar. Hamı deyir. hamıya şamil değil. Ben çünkü ben Sabirabadda olmayacağım ki ben Şirvanda olacağım. Ben Sabirabad'a gelmiyorum. Ben Şirvan'a gideceğim geçsem.